bir neçə il bundan əvvəl biri mənə sual vermişdi. Bilmirəm öyrənmək üçün vermişdi, yoxsa qərəzlə vermişdi mi onu bilmirəm. Çünki ürəklərdən agah olan Allahdır. Sual da iki cür olur da bilirsiniz. Bəzən insanlar öyrənmək üçün sual verir, bu gözəldir. Bəzən qərəz üçün sual verirlər. Bəzən məsələn tənə ilə sual verərlər. Növbə-növdür. Neçə il bundan əvvəl biri mənə sual verdi. Dedi, axı İslami bayramlarda paylaşma var. İslami bayramlarda paylaşma var. Qurban bayramında qurban paylayırsan. Fitir bayramında zəkat paylayırsan. Siz ki deyirsiniz bu Qədir Xumda bayramdır, burada nə paylaşma var? Dedim ki, bəli, qurban bayramında qurban paylayırsan. Fitir bayramında zəkat paylayırsan. Amma vilayət bayramında, Qədir Xum bayramında sevgi və məhəbbət paylayırsan. Burada ürəyi gətirirsən qurbangaha. Burada imanıvi, əqidəvi gətirmirsən ki, bax, bayaq ağam dedi bayaqları, yarışa çıxırsan sevgi və məhəbbətdə. Elə bir kişinin vilayətin bugün biz qəbul edirik, təsdiqləyirik, etiraf edirik, ona olan bağımızı göstəririk.